Salam, hər vaxtınız xeyir olsun dəyərli TikTok izləyicilərim, xoş gördük sizləri. Bugün yenə də Bina Savxozdayıq dəyərli dostlar. Asfalt yola cəmi 30-40 metrə məsafədə tam yaşayışlı, suyu, qazı, işığı, hər bir şeyi olan, böyük bir kvadratı olan belə bir evin çəkilişindəyik dəyərli dostlar. Hardasa ev 11-in 12-yədir dəyərli dostlar. 130 kvadratlıq belə bir evin 4 sotun torpağın içində dəyərli dostlar. 4 sot torpağın içində belə bir evin çəkilişindəyik dəyərli dostlar. Baxın, gördüğünüz həyətində baxın. Şəxsi su artizanı da var, ayaqolusu da var dəyərli dostlar. Belə bir 8 daşın üstündə belə bir evin çəkilişindəyik dəyərli dostlar, dəyərli izləyicilər. Həyəti ilə tanış olduq dəyərli dostlar. Keçək evin içərisi ilə də tanış olaq. Evimizin 90% işi görülüb dəyərli dostlar. 90% evin işi görülüb. Geniş bir koridoru var dəyərli dostlar. 4 otaqlıdır dəyərli dostlar. 4 otaqlı. Geniş belə bir koridoru var. Böyük bir mətbəx dəyərli dostlar. Şəxsi özünə tikilmiş bir evdir. Dəyərli dostlar, gördüyünüz kimi. Belə gözəl mətbəxi var, böyük bir mətbəxi var. Burası qonaq otağıdır, böyük bir qonaq otağıdır dəyərli dostlar. Hal-hazırda yataq otağı kimi istifadə olunur. Yəni bu adam burada ara bir gəlir, yaşayır deyə. Burada gözəl belə bir böyük bir otağı var dəyərli dostlar. Böyük bir otağı var. Burası remont olunmayıb dəyərli dostlar. Alan adam özü remont eləyəcək. Hardasa 5-in 6-ya bax belə bir böyük otaqdır dəyərli dostlar. Burada da böyük yenə də təkrar böyük bir otağı da buradadır dəyərli dostlar. Bu da remontsuzdur. Remontsuzdur. Burası da sanitar və sanitör qovşağıdır. Gördüğünüz kimi. Evimiz çox genişdir dəyərli dostlar. Evimiz çox genişdir, çox böyükdür. Böyük koridora malikdir. Həm 2 yataq otağı, mətbəx, qonaq otağı, 4 sot torpağın içindədir dəyərli dostlar. Gördüğünüz kimi baxın. Evimiz çox böyük bir evdir, böyük bir həyəti var. 4 sot torpağın içində asfalt yola cəmi cümlə 30 metrə məsafədə dəyərli dostlar. Bütün pəncərələrin reşutkalarına kimi qoyulub. Təkrar bildirmə istəyirəm ki, Xəzər rayonu Bina Savxoz qəsəbəsində yerləşir, 190-ın yolundadır dəyərli dostlar. 4 sot torpağın içində 4 otaqlı belə bir 130 kvadratlıq böyük bir ev. Bütün kommunalları qaydasındadır dəyərli izləyicilər. Bütün kommunallar qaydasındadır. Evimiz gördüğünüz kimi bu da çöl görünüşüdür dəyərli dostlar. Bütün kuruq hamısı 4 tərəfi qoşadaşla tikilib, suvağı vurulub dəyərli dostlar. Paket kirişə bağlanıb. Evimizin qiyməti 50 minə deyilir. 50 minə deyilir. İnşallah reallıq olsa endirimdə olunacaq. Bugün al dəyərli dostlar. Bugün al, sabah köç yaşa. Hər bir işi qaydasındadır. Qazı, suyu, işığı. Bax hər bir şey qaydasındadır dəyərli dostlar. Sağ olun, Allah'a emanet olun.